Salam değerli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Bax belə gelifortlarımız 1.35 dənə var. Qiymətləri 850-dir. Gözəl qardaşlar. Hal-hazırda Stansiya Sumqayıtda Aydın müəllimin fermasında mənim qardaşlarım. Buyurub baxa bilərsiniz. Hamısını alır. Bax bunlar 8 manat 50 qəpikdir diri çəkiləri. Qaldı şarollarımız, anguslarımız, onlar 10 manatdır diri çəkiləri. Gözəl qardaşlar, bu günləri ölkəyə mal girmir. Yəni bu günləri bu gördüyünüz gelifortları 8 manat 50 qəpiyə satdığımızı orada yerindən elə bir 300 rubl alırdıq. Bugün isə 500 rubl eləyiblər. 500. Bir həftə bundan öncə bizə bir maşın mal gəlmişdi. Allah şahiddir. 9 manat neçə qəpiyə gəldi düşdü bura. Biz bu günləri bunu burada 850-yə satırdıq. Onun üçün də qardaş, yəni mal gətirən insanlar bilir ki, nə var, nə yox. Rubl, dollar düşdü, rubl qalxdı. Orada yerində bizlik heç nə yox deyil orada. Bizlik nə var ki? Yəni sadəcə deyirəm ki, kim alsa, yəni uduzmayacaq hal-hazırda. Bunlar da ki, anguslardır, şarollardır. Gördüyünüz kimi. 10 manatdır diri çəkiləri. YouTube kanallarımızda Tahir Piriyev yazın. Orada görərsiniz. Mobil nömrəmiz 050 571 71 57. Gözəl insanlar. Gəlin, 500 başa yaxın heyvandır. Kimə neçəsi lazımdır, gəlib ala bilər. 1-ində, 5-ində, 3-ündə neçəsi lazımdır. Hal-hazırda gözəl qardaşlar. Ünvanımız Stansiya Sumqayıtda Aydın müəllimin fermasındadır. Yəni bugünkü günü qiymətlərlə də özünüz də maraqlanarsınız. Yəqin ki, o tərəfdə mal gətirən insanlarla kimlərinsə, hansısa bir qardaşların sivyazı var. Maraqlanın, görün yerində mal neçədir olub. Bu gördüyünüz şarollardır. Hal-hazırda. 180 kilodan 260-a, 270-ə qədərdir şarollarımız. Qiyməti 10 manatdır. Diri çəkisi. Gözəl qardaşlar. Özəl şarollar çox mükəmməl heyvanlardır. Şaroldur, angustur, limuzindir. Bunlar çox güclü irəli gedən heyvanlardır. Hal-hazırda gördüyünüz kimi 500 başa yaxın heyvandır. Buyurun, baxın. Bunlar isə gelifortlarımızdır. 8 manat 50 qəpik diri çəkiləri. Ünvanımız Stansiya Sumqayıtda Aydın müəllimin fermasındadır. Kim istəsə, yəni neçəsini istəsə gəlib alıb apara bilərlər. Tələsin, gözəl qardaşlar. Əlaqə nömrəmiz orada var. Hal-hazırda qeyd eləmişik. TikTok izləyicilərimizdən də xahiş edirik ki, YouTube kanalında Tahir Piriyev yazsınlar. Orada bütün videoları izləyəcəklər. Bizim bir yeni bazarımız da açılıb. İnşallah o bazarın da reklamlarını aparacağıq. Allah kim nə iş görür, yaxşısına xeyir versin. Buyurub baxa bilərsiniz hal-hazırda. Şarollardır, anguslardır, gelfort belqalovlardır. Stansiya Sumqayıtda Aydın müəllimin fermasında. Şarollar var ki, bax içində 170 kilo, 180 kilo. Yəni qardaş, kimə nə cür çəki lazımdır? Anguslarımız da ki,
180'dan 350'yə qədər var. Nə qədər böyük götürsəniz sizin üçün xeyirdir. Yəni biri var 6 ay saxlayasan, biri var 3-4 ay saxlayasan. Gör nə göz alan quşlardır. Şarollardır. Bunlar çox, maşallah olsun, çəki yığan heyvanlardır. Çox möhtəşəm. Videomuzu burada da yekunlaşdırırıq. 050 571 71 57 WhatsApp-ına yazın, mən sizlərə cavab verəcəm. Birbaşa. Allah xeyir versin. Alana da, satana da.